tamaşaçılardan bizə çox müraciətlər olur. Hətta gəlib öyrənmək istəyənlər olur ki, aktyor deyillər. Amma alınmır. Çünki aktyorluq qabiliyyəti bu işdə özün bilirsən ki, lazımdır. Yəni bu qaçılmazdır. Sənin içində aktyorluq qabiliyyəti olmalıdır ki, bu səsləndirmədə bu obrazı canlandırasan. Və sən yeganə insansan ki, dublyajda Azərbaycanda, yəni kiçik bir qrupumuz olsa da, cəmiyyəmiz olsa da, yeganə insansan, yeganə aktrisasan ki, aktyorluğu bitirməmisən, aktyor deyilsən, aktrisa deyilsən, amma dublyajdasan. O məqama toxundun ki, yəni sən heç xəyal da eləməzdin. Yəni, heç arzun da olmayıb da, belə başa düşürəm ki, mənim səsim bu obrazdan gəlsin, düzdür? Yəni bizdə biraz fərqli olub. Çünki aktyorluğu qurtarmışıq, oxumuşuq. İstəyirdik ki, mənim arzum olub ki, mən bu obraz mənim səsimlə görən necə olardı? Mən də bunu səsləndirə bilərəm ya yox? Nə vaxtsa mənə də bu qismət olacaq. Səndə bu yaşanmayıb da, belə başa düşürəm, düzdür? Aktyor olmaq istəmişəm. Yox, istəmirsən. İstəyib. Mən ilk dəfə 10 yaşımda Buratinanı görəndə filmini, mən evdə istirik bir ağlama gəlib mənə. Mənim anam çox kifayət qədər zabitəli qadın idi. Mənə o qədər yazığı gəldi ki, gəlib oturub məni sakitləşdirməyə çalışdı. Dedi ki, bilsən necədir? Mən səni apara bilərdim ki, səni filmə çəksinlər. Amma axı burada yeralaş yoxdur. Orada yeralaş var. O yeralaşdan uşaqları məktəbdən seçirlər. Onların da içindən seçib filmə çəkirlər. Burada yeralaş olmadığına görə Azərbaycanda mən səni hara aparım? Yaxşı arqumentdir. Bu yəni ki, hələ də yaşayan arqumentdir. Bu və çox sevdiyim, çox xoşuma gələn tamaşalarda o ki artıq işıqlar yanır, aktyorlar gözəl musiqi altında, alqışlar altında gəlib baş əyirlər ha. Saniyə yarım aktyor olmaq istəyirəm.